Salam, hər vaxtınız xeyir olsun. Bu videoda mən sizlər üçün OTK Biologiya 20 sınaq test toplusundan 13-cü sınağın 5-ci sualının izahını vermək istəyirəm. Sualda deyilir ki, DNT molekulunun bir hissəsində nukleoditlərin ümumi sayı 3200-ə bərabərdir. Əgər bu nukleoditlərdən 600-ü timindirsə, onda bu hissədəki 3 qat hidrogen rabitələrinin sayının 2 qat hidrogen rabitələrinin sayına olan nisbətini hesablayın. Məsələ şərtində bizə 600 timin verir. Əgər 600 timin varsa, onun qarşısında 600 adenin var deməkdir. Ümumi nukleoditlərdən, yəni 3200 nukleoditdən adenin və timinin cəmini çıxmaq lazımdır ki, adenin və timinin cəmi 1200-ə bərabər olur. 3200-dən 1200-ü çıxdığımız zaman 2000 qalır. Sonra biz 2000-i bölürük 2'ye, tapırıq ki 1000 olur ki 1000 aden guanin və 1000 sitozin olur. Diqqət eləsək görərik ki demək 3 qat hidrogen rabitələrinin sayı 1000 dənədir. Yəni 1000 dənə 3 qat hidrogen rabitəsi var. Yazıram. 2 qat hidrogen rabitələrinin sayı isə 600'ə bərabərdir. Bunların nisbəti isə 200'ə ixtisar getdikdə 5'in 3'ə nisbəti olur. Demək doğru cavabımız olur Y variantı.